Mən Barat Ağayev, Azərşəkər MMC daxilində Daxili Audit Şöbəsinin aparıcı mütəxəssisi. Müharibənin bitdiyi və qələbənin qazanıldığı gün bugünkü kimi yadımdadır təbii olaraq. Biz Cəbrayıl rayonunun Araköl kəndində kəndi mühafizəsi ilə məşğul idik və gecə saatlarında təxminən bir dostum mesaj yazdı ki, bu yaxınlarda, çox yaxın dəqiqələrdə şad xəbər ola bilər. Və mən də müəyyən bölükdəki dostlarıma çatdırdım bu xəbəri. Nəticə olaraq bir neçə dəqiqə sonra artıq əmin şəkildə bu mesajı aldım. Təbii olaraq biz sevinib və bayram eləyən vaxtı başımızın üzərindən bir raket atıldığını gördük. Elə hansı ki, həmin raket son müharibənin atılan, demək olar ki, son bir növ raketi idi. Hansı ki, çox şükür ki, heç kimə zərər toxunmadan neytrallaşdırıla bildi. Nəcəf Nəcəfzadə, Azərşəkər MMC-də risk və daxili nəzarət üzrə menecer olaraq fəaliyyət göstərirəm. 29 sentyabr tarixində müharibəyə könüllü şəkildə yola düşmüşəm. Həmin dövrdə ən unudulmaz an bütün cəbhə boyu döyüşçülərlə birlikdə yaşadığımız qələbə xəbərinin sevinci idi. Düşünürəm ki, bu tarixi anı yaşatmaq və yaşamaqdan üstün bir hiss olmayacaq həyatımızda. Mən Məmmədli Nadir, Azərşəkər MMC-nin topoqrafi vəzifəsini icra edirəm. İlk dəfə qələbə xəbərini harda eşitdik? Əlbəttə ki, döyüş mövqeyində öz topumuzun, səngərlərimizin yanındaydıq. Qələbə xəbərini bizə bölük komandirimiz çatdırdı. Uca bir səslə dedi ki, qələbə bizimdir, torpaqlarımız bizimdir. Bunu eşidəndə əlbəttə biz çox böyük sevinç hissi, qürur hissi keçirdik. Bizim üçün o 44 günün çətinliyi, hamısı o bir-iki kəlmə sözdən sonra bir anlıq yoxa çıxdı elə bil. Ən çətin günlərdə, ən ümidsiz vəziyyətlərdə təbii olaraq insanı güclü saxlayan, insanı ən yaxşı vəziyyətdə saxlayan şey onun mütləq qələbəyə olan inamıdır. Eyni ilə məndə olduğu kimi. Lakin bundan əlavə mənə ən çox mənəvi olaraq güc verən şey məktəblərdən bizə yardımlar göndərilirdi. Həmin o yardımların üzərində bizə göndərilən məktublar idi. Hansı ki 6-7, bilmirəm 8 yaşında uşaqların ürəyindən elə sözlər qopurdu ki, insan baxırdı bəzən sevinirdi, bəzən də açığı kədərlənirdi, bəzən sadəcə ora başa düşürdü ki, bu uşaqların daha yaxşı yaşamağı üçün mübarizəni davam etdirmək lazımdır. Daha yaxşı bir gələcək üçün biz bir növ əlimizi daşın altına qoymalıyıq və çox şükür ki, hər şey ola bildiyi ən yaxşı formada yekunlaşdı. Yəni artıq həmin o balaca uşaqlar daha yaxşı bir gələcəyi görəcəklər. Sülh içində yaşayacaqlar, sülh içində böyüyəcəklər. Əslən Zəngibasardan deportasiya olunmuş Azərbaycan türkü olaraq hər zaman işğal altında olan ata-baba yurdumuzun həsrətində olmuşam. Bu da bizi döyüşə ruhlandıran əsas faktorlardan biri olubdur. Döyüş vaxtı çətin idi, ağır idi, həm fiziki cəhətdən ağır idi, həm psixoloji cəhətdən ağır idi. Ancaq bizdə müəyyən bir ruh yüksəkliyi vardı bizdə. Sanki qabaqcadan öncədən bilirdik ki, bu şanlı tarixin bir parçası olacaq və bu bizim üçün daha gözəl, yəni qələbə ilə bitəcəyini sanki əvvəlcədən hamımız bilirdik. Məndə, digər əsgər yoldaşlarımda, döyüş yoldaşlarımda bu ruh yüksəkliyi var idi. Həmçinin bizim komandir heyətimizin bizə verdiyi motivasiyalı sözlər, onların təcrübəsi, əvvəlki illərdə olan təcrübəsindən bizə verilən müəyyən bir rahatçılıq var idi. Bir də mənim üçün xalqın birliyini və xalqın böyüklüyünü simvolizə edən başqa bir hadisə. Bir gün mən bölüyə qayıdırdım. Sadəcə bölüyə qaydanda bəlkə də 100 ədəd çörəyin stolun üstünə qoyulduğunu gördüm. Və çörəyin üzərindəki məktuba baxanda açığı yenə kövrəldim. Nəyə görə? Çünki başa düşmək olurdu ki, onu göndərən şəxslərin, onu göndərən insanların ondan daha artığına çox güman ki, gücü çatmır. İnsanlar əllərindən gələnin ən yaxşısını eləmişlər. Sadəcə olaraq bizə çörək göndərmişlər və üzərində çox gözəl səliqəli yazılmış bir məktub göndərmişdilər. Təbii olaraq o çörək mənim həyatda yediyim ən dadlı çörək idi və həqiqətən də başa düşürük ki, qələbə bütün xalqın bir yerdə qazandığı böyük bir zəfər idi. Döyüş vaxtı insanların bizə olan qayğısını da biz
görürdük, hiss eləyirdik. Onlardan bizə gələn azuqələrdən, yardımlardan görürük ki, insanlarımız necə bizə qarşı çox diqqətlidirlər, həddindən artıq diqqətlidirlər. Çünki bu bizim incə nöqtəmizdir. Bu nöqtəmizə bizim heç kim toxuna bilməz. İstərsiniz 7-dən 77-yə hər bir kəs can yandırırdı və bunu biz o döyüş mövqeyimizdə çox gözəl görürdük və bizə daha da motivasiya və daha da güc qüvvə verirdi bizə. Allah şəhidlərimizə rəhmət eləsin, Tanrı millətimizi qorusun.